Növbəti sualda deyir ki, kitab əhlini, deistləri, ateistləri fərdi təkfir etmək olarmı, yoxsa onlar üçün də şərtlər və maneələr var? Bəli, kitab əhli istəyir, yahudilər, istər xristianlar, istər ateistlər, istər deistlər, fərqi yoxdur. Onlar hamısı ümumi olaraq da, fərdi olaraq da kafirdir. Fərdi olaraq hər birinə biz kafir hökmü veririk. Onlara nə deyir? Kafir görürük və deyir, etiqad edirik ki, onlar o şəkildə ölərlərsə əbədi cəhənnəmlikdir. Bu bizim etiqadımızın gərəkdirdiyi məsələlərdəndir. Lakin təkfirin şərtlərini və yaxud yerinə yetməsi, vaniyələrin aradan qalxması bu kimlərə aiddir? Müsəlman olan birinin şirkə düşdüyü halda ona tətbiq olunur. Alimlər bu məsələni yalnız kimə aid ediblər? O insanlara aid ediblər ki, onlar müsəlmandırlar, şirkə düşərlərsə, o zaman onun təkfir edilməsi üçün şərtlərin yerinə yetməsi, maneələrin aradan qalxması lazımdır. Lakin əsli kafirlərə bu tətbiq edilmir.